Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Bəxtiyar Vahabzadənin Şəhidlər poemasını təqdim edirəm. Mütləq sona qədər izləyin. Cümlə söz təhlil edəcək. Biz bilirik ki, Şəhidlər poemasını Bəxtiyar Vahabzadə 1990-cı ildə qələmə alıb. Eyni zamanda biz bilirik ki, bunu 20 yanvar faciələrini həsr edib. Baxaq təhlilinə nəsə əlavə bir məlumat olsun, yəni mən sizə çatdıracağam. Şəhidlər poeması ixtisarla verilib, baxaq. İlk hissəmiz yoldaşlar, nə istər bu millət? Doğrudan da görək, bu millət nə istəyir elə? Bu millətin istəyi nə idi? Baxaq. Nə istəyir bu millət? İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət. Alışıb öz oduna, yandı bu millət. Dilsiz sağır göylərə dirək oldu haqq səsi. Başladı bu ölkənin meydan mübarizəsi. Baxın, yoldaşlar, biz görürük ki, istəkləri gözündə, tələbləri dilində, yəni nə istəyirdilər ki, dillərində millət dənizə döndü, dənizin sahilində. Yəni, insanlar o qədər azadlıq meydana axışdılar ki, insanlar dənizə döndü. İnsanlar dənizə döndü, təbii ki, burada bir metafor var, mübaliğə var. İnsanlar dənizə döndü, dənizin sahilində. Alışıb öz oduna yandı bu millət. Dilsiz sağır göylərə dirək oldu haqq səsi. Yəni, haqqın səsi, insanların bu istəyi haqqın səsi dilsiz sağır göylərə dirək oldu. Başlandı bu ölkənin meydan mübarizəsi. Yəni, istəkləri gözündə, tələbləri dilində insanların ölkənin meydan mübarizəsi başladı. Hansı ki, istəkləri də gözündədir, tələbləri də dilindədir. Dənizin sahilində o qədər insan gəldi ki, dalğalandı bu millət, yəni dənizə bənzədi çoxluq baxımdan və ölkənin meydan mübarizəsi artıq başlayır. Qəlbimizdə sığındı üçrəngli bayrağımız. Deyir ki, o zaman ki özümüz olduq öz dustağımız, qəlbimizdə sığındı üçrəngli bayrağımız. O vaxt ki azadlığın işarəçisi göründü, qəlbimizi bir anda dəlib keçdi o bayraq. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. Baxın, yoldaşlar, vaxt var idi biz Sovet hakimiyyəti altında olanda o bayraq bizim qəlbimizdə idi. Biz üçrəngli bayrağı qəlbimizdə saxlamışdıq. Bilirdik ki, üçrəngli bayraq nədir? Rəmzlərin mənasını, hansı ki o üçrəngli bayraq məhz ulu öndərimiz Məmməd Əmin Rəsulzadənin bayrağı idi. Həmin bayraq bizim qəlbimizdə idi. Amma necə ki, azadlığın işarəçisi göründü, bir anda qəlbimizdən çıxardıb əlimizə aldıq o bayrağı. Qəlbimizdə boylanıb ələ keçdi o. Artıq biz əlimizi alıb azadlıq meydanına gedib haqqımızı tələb etməyə başladıq. Hansıcan sonra azadlığın işarəçisi görünəndən sonra artıq 90-cı illər Sovetin dağılma dönəmi, artıq biz bunu hiss edib qəlbimizdə gizlətdiyimiz o üçrəngli bayrağı qəlbimizdə gizlədirik axı. Çünki bizə yasaq edilmişdi o bayraq Sovet tərəfindən. Artıq Sovetin dağılan vaxtı azadlığın işarəçisini gördük və qəlbimizdən o bayrağı çıxardıb əlimizdə tutduq. Azadlıq meydanına getdik. Qəlbimizdə boylanıb ələ keçdi o bayraq. Bir məqsəddə calandı. Hansı məqsəd idi? Təbii ki, bir məqsəd edən yoldaşlar azadlığı nəzərdə tutur. Azadlıq əllərdə dalğalandı. Qatil bunu görüncə pozdu cəlalımız. Yəni Sovet dönəmi, Sovet qoşunu, Sovet cəmiyyəti, Sovet ordusu bunu görüncə pozdu cəlalımızı. Qanımıza boyandı bizim hilalımızı. Bax, Rusiya, Sovet hakimiyyəti gördü ki, bunlar artıq bayraq götürüb azadlıq mübarizəsini başladılar və bunun qarşısını almaq üçün bizim bu, belə deyək də, o qürurumuzu qırmaq üçün pozdu bizim cəlalımızı, qanımıza boyadı bizim hilalımızı. Təzadlar içində. Bu əsərin demək ki, ən vacib hissəsi təzadlar. Görək indi nədən gedir söhbət? Doğrudan da burada böyük bir təzadlar var. Yanana riyaya nə qədər uyduq? Biz Qızıl Orduya abdə qoyduq. Həmin Qızıl Ordunun birində bizim qanımızı tökdü. Doğrudan da biz Sovet dövründə bizi aldatmışdılar, bizə yalan riya danışmışdılar. Lenin baba, o bürsi, bu bursi, bizi yaltaqlığı öyrətmişdilər, bizi sadiq olmağa öyrətmişdilər. Hansı ki biz o abidə qoyduğumuz Qızıl Ordu 20 yanvarda, 1990-cı il 20 yanvarda bizim qanımızı tökdü. Hansı ki bizi aldatmışdılar. Lenin baba gəldi, Sovet ordusu gəldi, Sovet ordusunu yaranma gününə qeyd edirdilər. Hansı ki həmin Sovet ordu, həmin Qızıl Ordu, Sovetin ordusu günlərin bir gün bizim qanımızı tökdü. Qatil bizimlə bir o gecə həm də haqqa, həqiqəti tutdu quruşuna. Təkcə insanları yox, insanların dediyi o haqqı, həqiqəti boğmaq istəyirdi. 90-cı ildə yanvarda törədilən o hadisələr. Hansı göstərişə gəlibmiş görəm? Silahsız kütlənin bu qıran orada. Vallah bu vəhşət törədə bilməz, ən qaddar qudurğan çıldıran olur. Bu, ən qəddar o qudurğan çıldıran ordu var ha. Həmin ordu belə Qızıl Ordunun gördüyü bu şey törədə bilməz. Silahsız kütlənin bu qıran olur. Hansı göstərişlər gəlib? Tanklar da, silahlar da, hansı ki silahsız bir kütləni qırmağa gəlmişdi.
Niyə gəlib? Nə üçün gəlib? Silahsız kütlənin bu quran ordu. Tanklardan, silahlardan silahsız əliyarı insanları qırırdı. Ən qəddar ordu belə bu murdar qızıl ordunun törətdiyini belə törədə bilməzdi. Şər üçün nə qayda? Nə şərt? Nə qanun? Buymuş haqq işi qızıl ordunun. Qızıl ordu deyir ki, mən haqq işi görürəm. Bu insanları qırır ha, yalın ayaqlı insanları qətl edir, tank altına qoyur ha. Bu onun haqq işi idi özünə görə. Şər üçün nə qayda, nə qanun? İşte tabii ki, Sovet üçün nə qanun, nə qayda? Kimdir bəs ölənlər? İnanılmaq çətin. Bəs yaxşı, bu qırılanlar kim idi? Buna inanmaq çox çətindir. Dünən bax diqqətli oluruq. Əsərin demək ki, əsas o məğzi ideyası buradadır. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid övladı. Hansı ki biz 1941-45-ci ildə biz Rusiya üçün can verdik. Həmin Rusiya üçün can verənlər var ha, onların nəvələrin qızıl ordu məhz gülləbaran elədi. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid övladı. Əfsus eyni olur şəhidin adı. O şəhid, bu şəhid. Yəni Rusiya üçün can verən insanlara da bir şəhid deyirik. Əliyalın azadlıq meydanına çıxıb öz haqqını tələb edənlərə də şəhid deyirik. İndi bunun açması və verəsən tələsmə. O şəhid, bu şəhid. Sən bir işə bax. O nəyin uğrunda, bu nəyin ancaq? O şənbə gecəsi, yəni 20 yanvar şənbə gecəsi, o məlul gecə birdən üzə çıxdı, bu fərq görünəcək. Yəni biz o şəhidlik fərqini biz həmin gecə anladıq ki, görək, o Rusiya üçün can verib biz ona şəhid deyirik. Hansı ki, düşmən ordu üçün can verən insanlara da şəhid deyirik. Eyni zamanda öz haqqını tələb edən bu 20 yanvarda şəhid olanlara şəhid deyirik. Biz bunu məhz o 20 yanvar günü dərk elədik. Ədalət, gerçək də, vallah o gecə zülm zalim əli ilə demək yıxıldı. Zülm zalim əli ilə haqqı boğdu o gecə. Biz görürük ki, demək, vallah o gecə, yəni ədalət də, gerçək də o zülm zalim əli ilə boğuldu. Ədalət də boğuldu, haqq da boğuldu, gerçəkdə də boğuldu. Tun zirehli ilanlar, biraz yaxınlaşdırım. Tun zirehli ilanlar haqqımızı nə anlar? Təbii ki, tun zirehli ilanlar deyəndə bu Soveti nəzərdə tutur. Tun zirehli ilanlar, tanklar, ordu, qızıl ordu, Sovet rejimi, Sovet ölkəsi haqqımızı nə anlar? Həqiqəti yalanlar küncə çıxdı o gecə. Həqiqəti yalanlar, Sovet həqiqəti küncə çıxdı o gecə. Kimə deyim dərdimi? Qəsibkar namərdəmi? 70 ilin dərgəmi gözdən axdı o gecə. Təbii ki, 70 il deyərkən burada 1920-ci ildə, yəni Ulu öndərimiz Məmməd Əmin Rəsulzadənin o qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğranından sonra, 1920-ci ilin 23 aprelindən sonra 90-cı ilə qədər 70 ildə olan bir müddət nəzərdə tutur ki, 70 ilin dərgəmi gözdən axdı o gecə. Analar amanından, sinələr oldu şan-şan, şəhidlərin qanından şimşək çaxdı o gecə. Mübaliğəyə baxın, şəhidlərin qanından şimşək çaxdı o gecə. Qara geydi bu vətən, vətənin qara geyməyə, metonimiya, vətən yox, vətəndaşlar qara geyinib. Yox haynə bir yetən, həyata hamiləkən ölüm doğdu o gecə. Bax, təzada bax ha, həyata, yəni ki, bugün yaşamaq ondan mübarizə apararkən ölüm doğdu o gecə. Nə deyək bu vəhşətə, bu zülmə, bu dəhşətə? Allah bu müsibətə necə baxdı o gecə? Haqq, ədalət carçısı olan Allah, bəs bu müsibətə necə baxdı? Ertəsi gün Bakının küçələrindən yuddular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən? Qanla ləkələnmiş öz vicdanı. Təbii ki, biz bu epizodu demək, Səsli Qız əsərində də görürük, burada da var ki, bax, yuddular millətin qızıl, artıq ayın 21-22-si yuddular qanı ki, belə bir hadisə olmayıb. Sən vicdan, ləkələnmiş vicdanını yuya biləcəksənmi? Ay Sovet ordusu, sən öz ləkələnmiş vicdanını yuya biləcəksənmi? Yuya bilməyəcəksən. Gecənin yarısı, hər yan qan qadada. Qırmızı güllələr uçur havada. Yəni, biz bilirik də, havada, qaranlıq havada güllə, qırmızı demək, şua buraxaraq gedir. Özünü itirmir adamlar yenə, yetirir özünü haya-hara. Yəni, güllələr açılır, qırırlar, amma yenə də insanlar özünü itirmir. Digərinin köməyinə çatmağa çalışırlar. Maşınlar bir yana, çiyinlərində yağıl daşını xəstəxanaya. Maşınlarla bərabər yararları insanlar çiyinə alıb xəstəxanaya daşıyırlar. Güllə vıyıltısı. Bu acı səsdən titrəyir, lərzəyə gəlir bir binada. Amansız soldatlar çevirir qəsdən bütün çıraqlar xəstəxanada. Ay zalım, ay murdar, insanları qırmısan. Amma onunla bərabər xəstəxanada işıqları qırır ki, yaralılar orada müalicə ala bilməsinlər. Qoy xəstəxanada da belə ölsünlər. Gör necə böyükmüş bizə qəzəb kim. Gör bizə nə qədər kin, qəzəb bəsləyib bu Sovet ordusu. Qırıb bizi.
canımızı alıb, öldürüb, yenə də ürək soymur, xəstəxananın da işıqları keçirdir ki, birdən orada yaralılar sağalarlar. Burada da göründü, qalmadı qında. Çarəsi həkimlər indi nə eləsin? Əməliyyat gedir şam işığında. İşıqları söndürüblər. Qeyd etdiyim kimi qoyulur xəstələr də orada ölsünlər. Səhər açılanda adamlar bir-bir yığılıb gəlir. Qan vermək istər yaralılara. Artıq səhər açılıb, insanlar bir-bir yığıb xəstəxananın önünə ki, yaralılara qan versin. Görün nə Sovet ordusu növbəti hansı addım atacaq? Qan vermək istəyir yaralılara. Amma insaf hara, qan tökən hara. Soldatlar töküldü, hey axın-axın döyükə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyatda baxçısı gülləbarana. Qan verməyə gələn insanlar var ha, onlar da gülləbaran elədilər. Vəhşiliyə bax. 20 yanvarda qırdılar. Xəstəxana işığını söndürdülər ki, oradakılar ölsün. Eyni zamanda səhər üçün qan verməyə gələnlər də gülləbaran elədilər. Heç kəs bu sifətdə görməyib şəri. Hələ bəs deyilmiş tökülən qanlar, xəstəyə can vermək istəyənləri bir an içində dağıtdı onlar. Hansı ki, qan verməyə gələnləri bir an içində gülləbaran tutub məhv elədilər. Ertəsi, Bakının küçələrindən yuddular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllat görən qanla ləkələmiş öz vicdanını. Demək, insanları qırırdılar ki, qan vermək gələn insanları da hətta qətlə yetirirdilər. Hətta qan vermək gələn insanları da güllələyirdilər ki, qan verməsinlər, xəstələr el yerində keçinsinlər. Ya ki, eşq olsun sizə. Görək, doğrudanmı? Həmin şəhidlərə doğrudan da eşq olsun, çünki onlar azadlıq toxumunu səpdilər. Baxaq, eşq olsun sizə. Görək, burada nədən bəs? Bəzən öz-özümə düşünürəm mən. Bəxtər Vabza da deyir ki, bəzən öz-özümə düşünürəm mən. Nahaq şəhid oldu bizim zamanlar. Ömrü ucuz verdi bir iş görmədən, boş yerə ölməyin nə mənası var? Yəni, arada düşünürəm ki, bizim zamanlar nahaq çıxdılar, tankın qabağını şəhid oldular. Ömrü ucuz verdi, yəni heç bir iş görmədən çıxdılar qabaqlarını tankın, öldülər. Bəzən burada bir təzadlı fikir var. Doğrudan da mən də bəzən uşaq vaxtı dərk etməmişəm ki, niyə görə tankın qabağına çıxıblar? Gizləniydilər, görürdülər tank gəlir, gedib girirdilər binaya ki, bunları öldürməsin. Dərk eləmirdim. Amma gör bunun açmasına bax. Sonra düşünürəm. Artıq həmin sualı cavab gəlir. Bax, bu hissənin cavabını verir. Sonra düşünürəm. Onlar qorxmadan cumdular ölümün üstünə belə. Gör, insanlar qorxmadan əli yalın, ayağı yalın öz haqqını tələb etmək üçün tankın üstünə cumdular. Bir iş görmədilər yaşayan zaman. Yəni, onlar sağ olan zaman heç bir iş görməmişdilər. Amma qəhrəman oldular ölümləri ilə. Sağ olarkən vətən üçün heç bir iş görməmişdilər. Amma şəhid oldular, qəhrəman oldular ölümləri ilə. Bizim əlimizdən çoxdan alınmış. Haqqı bu dünyada bilirdi onlar. Yəni, o şəhid olan insanlar bilirdilər ki, haqq bizim əlimizdən alınıb. Millətin qəlbinə qəsdən salınmış qorxu iblisini öldürdü onlar. Qəsdən Sovet ordusu bizim qəlbimizə qorxu salmış ki, bizi təzyiq altına saxlayırdı. Həmin o tank qabağına çıxan insanlar o qorxunu məhv etdilər. O gecə dağlardan enən sel təki, bənzətmə var, təşbih, qəzəbdən köpürdü, daşdı millətim. O şənbə gecəsi ürəyindəki qorxu hasarını açdı millət. O ürəyində qorxu var idi ha. Sovet bizi təzyiq altında saxlayırdı ha. Ay coşsam belə eləyəcəm, ay elə eləyəcəm. Həmin qorxunu açdı millətim. Bu ölüm, bu qurğun dərs olsun bizə. Demək, boş yerə candan keçdilər. Onlar şəhid olub millətimizə cəsarət dərsini təlim keçdilər. Bəli, onlar əli yalın, ayağı yalın, Sovet qoşun, Sovet tankın qabağına çıxaraq, haqqını tələb edərək cəsarət dərsini təlim keçdilər. Xəyal bir çiçək də bitirə bilməz. Bu gündən sabah körpü salmaz. Bax, diqqətli oluruq ha. Misranın mənasına bax yoldaşlar. Mən hey düşünüm. Ay Allah belə olum. Ay Allah, Allah mənə maşın qismətləsin. Ay Allah, Allah mənə ev qismətləsin. Xəyal bir çiçək də bitirə bilməz. Sən hey xəyallarda yaşa. Bitirə bilməz. O reallıqda olmalıdır. Bu gün sabah körpü salmasa, azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı suvarılması. Bir, o torpağın məsələ var, misal var ki, azadlıq verilmir, o alınır. Yəni, bir azadlığın alınması üçün mütləq şəhid olmalıdır. Şəhid verməlisən. Aydın oldu mu? Şəhidlər qan suvarılmasın. Baxıb sinələrinə axan al qana, buludlar kişnədi, göylər qan ağladı. Metafor var burada. O şənbə gec vətən başına elə vətən boyda qara bağladı. Vətənin qara bağlaması. Azadlıq verilmir, baba. Alınır, dayan. Azadlıq verilmir. Şəhidlər öz canları ilə aldılar. Onun elçisidir ölüm qanqada. Ölümə cəfaya hazır olmayan millət hazır deyil azadlığa da. Bir insan əgər ölümə, cəfaya hazır deyilsə, o azadlığa da hazır deyil. Necə ki, 44 gün müharibədə biz 3000-dən çox şəhid verib 44 günü Qarabağ azad etdik.
Demək, biz şəhid vermə hazır idik, tək torpaqlarımız azad olsun. Ölmə cəfa hazır olmayan millət hazır deyil azadlığa. Yalın əllərlə tanklar üstündə atılan cavanlar eşq olsun sizə. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Siz təsdiq etdiniz ki, bu azadlıq mənim millətimə halaldır. Şəhid türbəsinə qalxan cavanlar, rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Böyük Nəsiminin Ulu Babəkin xeyir duasını aldığı gecə. Demək, biz burada Nəsimin və Babəkin də adları eşidirik. Zamandan irəli sıçrayıb yəqin tarixdə tarix tək qaldı o gecə. Demək, tarix tək qaldı o gecə. Baxaq, matəm mərasimi burada indi ölənlərin dəfn olunmasından söhbət gedir, matəm mərasimi. Baxaq, bir qəzək şimşəyindən hər baxış nida, hər üzdə, hər gözdə bir sual ağlar. İnsan dənizinin dalğalarında üzür astaslı tabut qayarlar. Sanki burada yoldaş baxın, insanlar o qədər çox idi və insanların çiyinlərində o qayıqların, tabutların getməsinin dəniz üzərində dalğaya bənzədir burada Bəxtiyar Vahabzadə. İnsanlar o qədər çox idi. İnsanların üzərində tabutlar gedirdi və sanki insanlar bir dəniz idi, tabutlar da bir qayıq idi, qayığa bənzədir. Xalq dözə bilsə də zülmün şərinə, yanır gözlərində kin nifrətə. Yəni, qəlblərində gözlər kin nifrət olaraq belə dözürdülər. Alıb tabutları çiyinlərinə Allaha göstərir bu cinayəti. Qızıl qərənfillər əllərdə min-min, qızıl qərənfillər əllərdə min-min, demək, əllərdə min-min şəhidlər önündə bir an dondular. Fədakar oğullar Rəsulzadənin, Ulu Öndərin bayrağı altında dəfn olundular. 18-də ölən köhnə şəhidlər, təzə şəhidlər bağır. 1918-ci ildə demək ölən köhnə şəhidlər, təzə şəhidləri məhz bağrına bastı. Baxın, biz diqqətli olmalıyıq. Gələk sonra yoldaş növbəti, axı biz nə eləmişdik? Görək doğrudan da bizim günahımız nə idi ki, bizim başımıza bu müsibəti gətirdilər. Bax, şəhidlər xiyabanı, dilə gəlir məzarlar. Axı biz nə eləmişik? Yəni, şəhidlərin məzar dilə gəlir ki, biz nə eləmişdik, bizi öldürdünüz. Axı biz nə eləmişdik? Bu iddiam, bu sual şəhidlərin birləşən hər yasına səslənir. Bütün şəhidlərin yasına səslənir. Biz nə eləmişdik? Fərizənin ilhamı, bilir ki, Fərizənin ilham ər-arvad idilər, həyat yoldaşı idilər. Hər ikisi şəhid olmuşdu 20 yanvarda. Fərizənin ilhamın çırağı söndürmüş çomasında səslənir. Axı biz nə eləmişdik? Ağsaqqal babaların, ağıbirçə nənələrin duasında səslənir. Axı biz nə eləmişdik? Bu iddiam, bu sual məktəbli Larisa'nın qara rentə tutulmuş partasına səslənir. Masum bir uşaq partasına səslənir. Axı biz nə eləmişdik? Günahsız qurbanların baş daşına səslənir. Onların yetim qalan körpə balalarının dünyanın haqq istəyən göz yaşına səslənir. Axı biz nə eləmişdik? Bu iddiam, bu sual bağrında dağ çəkilən qocaman bir millətin dodağında səslənir. Axı biz nə eləmişdik? Cavab verən olmadı. Axı biz nə eləmişdik? Boğdular bu millətin. Axı biz nə eləmişdik? Deyən səsini də boğdular. Deyən o haqq səsini boğdu Sovet. Çadırlar quruldu. Kənddə şəhər, təbii ki, burada çadırda quruldu. Matəm çadırları. Quruldu kənddə şəhərdə. Bəlkə məlhəm idi matəm budur. Yəni, gör nə qədər aciz idi ki, biz dərdimizi nəydən unudurduq? Matəm tutmaqdan. Matəm idi bu dərdə. Döndü yas evinə bütün məmləkət. Kasıb ocaqda da qazan asıldı. Yəni, ehsan. Yası tamam matəmi ilə çarəsi millət elə bir qatildən intiqam aldı. Yora, İnsanlar sanki o yas tutmaqla intiqam alırdılar. Gücsüzün aldığı, bax gör nə deyir ha, gücsüzün aldığı intiqama bax. Zorun qarşısında susduq tanımız. 40 gün yas saxlama, işə çıxmamaq oldu üsyanımız intiqam. Yəni biz üsyanın intiqamı 40 gün yas saxlamaqla tutduq. Canlı da, cansız da ağlayır bugün. Matəm içindədir ölkəmiz bütün. Qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə bircə qan ağlar. Qızıl qərənfillər və qara bayraqlar. Şəhidlər, görək şəhidlər hissəsində nədir? Deyir, qatil gülləsinə, bunu demək ki, Azərbaycanda hər kəs bilir. Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi. Yəni, sabahı düşündülər, gələcəyə düşündülər. Qatil gözü qurban gedir, şəhid olarkən gələcəyə düşündülər ki, biz ölək, qoy bizdən sonra, biz şəhid olaq, bizdən sonra qalanlar azad yaşasınlar. Gözünü sabaha dikdi şəhidlər. Üstəlik bayrağı öz qanları ilə vətən torpağını çəkdi şəhidlər. Zalim, Sovet, öyünməsin zülümləri ilə. Min bir böhtanı ilə, min bir şey ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. O şənbə gecəsi 20 yanvar, o qətl günü mümkünə döndərdi çox namümkünü. Bax, diqqətli oluruq ha. İndiyə qədər mümkün olmayan,
Bizi qorxu altında saxlayan Sovetə qarşı biz üsyan qaldırdıq. Mümkünə döndərdi, çox namümkün. Xalqın qəlbində qorxu mülkünü o gecə dağıdıb sökdü şəhidlər. Tarihi yaşadıq diləyimizdə. Tarihi yaşadıq arzumuzda, diləyimizdə. Bir yumruğa döndük, o gecə biz də birləşdik. Yıxıb köləliyi ürəyimizdə cəsarət mülkün tikdi şəhidlər. Onlar susturulan haqqı dindirər. Qaraca torpağı qiymətləndirər. Şəhid qanı töküləndən sonra, şəhid dəfn olundan sonra həmin torpaq çox qiymətli olur. Donan vicdanları qeyrətləndirər. Axı el qeyrəti çəkdi şəhidlər. Dözdü hər zillətə, dözdü hər şeyə. Dünyada mənim də haqqım var deyə. Kütləni xalq edən müqavilə. Diqqətli oluruq ha, müstəqil olma. O vaxta qədər biz bir kütlə idik. Azadlıq əldə edən sonra bir xalq olduq. Kütləni xalq edən müqaviləyə qanı ilə qolunu çəkdi şəhidlər. İnsan insan olur, öz hünəri ilə. Millət millət olur, xeyri şəhidlər. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumunu əkdi şəhidlər. Demək ki, təbii ki, biz görürük ki, doğrudan da azadlıq toxumu məhz o vaxt əkildi və ondan sonra düzərərək məhz 2-ci Qarabağ müharibəsində, bax, həmin toxum idi ki, Qarabağ müharibəsində də demək öz əksini tapıb və biz azadlığı, Qarabağı biz azad etdik düşmən tapdağından. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumunu əkdi şəhidlər. Keçək yoldaş təhlil hissəsində çox maraqlı təhlil hissəsində diqqətli oluruq. Əsər demək üzr istəyirəm. Əsər poema yanrında və hecab vəznində bənd şəklində təbii ki. Bu eyni zamanda Heydər və Salam poeması da belədir. Poemadır, hecab vəznindədir, bənd şəklində eyni zamanda lirik poemadır, vaz xətti yoxdur. Biz burada olan bütün xüsusiyyəti Heydər və Salam poemasında da oxşarlaşdıra bilərik. Xalq şairi Bəxtiyar Vahabzadə 1990-cı il yazdığı Şəhidlər poemasını qanlı yanvar hadisələrinin həsr edib. Poemada 20 yanvar şəhidlərin azadlıq mücadiləsi günlərində göstərdiyi misilsiz qəhrəmanlıq tərənnüm edilmiş, əlləri günahsız insanların qanına bulaşmış qatilləri ümumxalq nifrəti öz əksini tapmışdır. Poemada milli azadlıq mübarizələrinin qəhrəmanları ümumiləşdirilmiş parlaq bədii obrazı yaradılmışdır. Şəhidlərin qəhrəmanlığından günahsız yerə qətlə yetirilməsini danışılan əsərdə nikbin ruh, gələcəyə inam var. Bax, diqqətli oluruq ha. Nikbin ruh və gələcəyə inam var. Şair inanır şəhidlərin qanı yerdə qalmayacaq. Xalqın igid övladları mübarizəsini davam etdirəcək. Üstənlikli bayrağı enməyə qoymayacaq. Eyni zamanda biz bax o nikbin ruh eyni zamanda Türkün nəğməsində əsərində Məmməd demək Hadin Türkün nəğmə əsərində də məhz nikbin ruh gələcəyə inam var idi. Əsərdə vətən uğrunda həlak olan Azərbaycan şəhidlərinin ana torpağın bağrına azadlıq toxumunu səbəb milli qəhrəmanlar kimi söz açılmışdır. Şair əmindir ki, vətənimizin azadlığı, müstəqilliyini yeni nəsillər layiqətlə qoruyacaqlar. Poemanın bədii xüsusiyyətləri şairin kamil bir sənətkar olduğunu bir daha təsdiqləyir. Şəhidlərin qəhrəmanlığının tərənnümü ilə faciəli hadisənin doğurduğu mühakimədə üzvü şəkildə vəhdət təşkil edir. Bu bədii əks etdirmə üsulu əsərin məzmunundan doğan təəssüratı daha gücləndirir. Ədib epitet, təşbih, bənzətmə, təzad, təkrir, metafor kimi bədii istifadə vasitələrindən istifadə edərək fikrin daha təsirli ifadəsini nail olmuşdur. Şəhidlər poeması şairin keçən əsrin sonlarında xalqımızın həyatında baş verən tarixi hadisələr, azadlıq uğrunda canlı qurban verən şəhidlər, müstəqil uğrunda mübarizə ilə bağlı düşüncələrinin bədii ifadəsidir. Poemada azadlıq uğrunda mübarizə aparan bir xalqın şəhid verməsi, vətənin igid oğul və qızların şəhidlik zirvəsinə yüksəlməsi qürurverici tarixi hadisə kimi dəyərləndirilir. Şairin qənaətinə görə azadlıq, müstəqillik istəyən xalq öz mübarizəsinə qurban verməyə hazır olmalıdır. Məsəl deyir ha, azadlıq verilmir. Vətənin igid və mərd övladı tərəfindən qanı bahasına alınır. Həmin misrə baxın. Deyir, xalq, azadlıq istəyən xalq öz mübarizəsində qurban verməyə hazır olmalıdır. Poemanın nə isə bu millət hissəsində azadlıq işığını görən xalq müstəqil uğruna mübarizəyə qalxır, meydan mübarizəsi başlayır. Buna görə qatil cəlalımızı pozur və hilalımızı qanımıza boyar. Təzadlıq hissəsində bir-biri zidd hadisələr canlandırır. Yalana uyub heykəl qoyduğumuz 20 demək yanvarda bizi qətlə yetirən o Qızıl Ordu 20 yanvar günü bizim qanımızı tökdü, silahsız insanları qırdı. Bu vəhşili ən qəddar ordu belə törədə bilməzdi. Hansı göstərişlə gəlməsi məlum olmayan qudurğan qoşun bir bunu edir. Bir müddət əvvəl Rusiya üçün şəhid olanların övladları rusları özləri şəhid edirlər. Müəllif burada təəssüflənir ki, şəhidin adı eyni olur, başqa üstünə vuruşub ölənlərin də müstəqil uğrunda dünyasını dəyişənlərin şəhid adlandırır. O dəhşətli şənbə gecəsi vətən qara bağladı. Həyata hamılaşan ölüm doğdu. 70 ilin dərdi gözlərdən axdı. Sabahsı gün Bakı üstlərindən xalqın qızıl qanını yuddular. Buna baxmayaraq qanla ləkələnmiş vicdanlarının yumağının mümkün olmadığını da vurğulanır.
Xəstəxanalarda Rus əsgərləri qəsdən işıqları söndürür. Həkimlər şam işığını əməliyyat edirlər. Səhər qan vermək üçün gələnlər isə gülləyə tuturlar. Müəllif bunu görməmiş bir vəhşilik adlandırır. Eşq olsun hissəsində müəllif şəhid olanlara boş yerə ölmədiyini deyir. Onlar ölümləri ilə əlimizdən alınan haqqı dünyaya bildirdi. Millətin qəlbindəki qorxu iblisini öldürdü. Millətimizə cəsarət dərsi keçdi. Bax, onlar şəhid olmaları bax bu qeyd etdiklərini ediblər. Demək, əlimizdən alınan haqqı dünyaya bildirdi. Millətin qəlbindəki qorxu iblisini öldürdü və millətimizə cəsarət dərsi keçdi. Müəllif bu hissədə müstəqillik üçün şəhid verməyin, qan tökməyin vacib olduğunu vurğular. Azadlıq ağacı bar verə bilməz. Şəhidlər qanı suvarılmasa, ölümə hazır olmayan millət hazır deyil azadlığa da. Həmin gecə canlarını fəda verən gənclər Nəsiminin Babəkin duasını alıblar. Matəm mərasimi hissəsində vətən uğruna şəhid olan şəhidlər Rəsulzadənin bayrağının altında dəfn olunduğunu vurğulan. 18-ci ildə ölən şəhidlər 20 yanvar şəhidləri bağrına basır. Hər kəsin dilində səslənən axı biz nə eləmişik? Sualına qarşı tərəflər cavab vermir. Bu hissə Fərizənin, İlhamın, Larisanın adları çəkilir. Müəllif xalqın zorun qarşısına susub 40 gün yağ saxlayıb işə çıxmamaqda intiqam aldığını vurğular. Deyir ki, gücsüzün intiqamına bir bax. Əsərin hikmət ruh, gələcək inam hakimdir. Şair inanır ki, tökülən qanlar yerdə qalmayacaq. Xalqın mübariz övladları mübarizəni davam etdirəcək və üstünə bayrağı enməyə qoymayacaqlar. Belə dəyərli yoldaşlar, biz sizlər bərabər demək Şəhidlər poemasının təhlilinə baxdıq. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir video uzaqda görüşəcəyik. Minnətdarım.